Salam əziz abituriyentlər, xoş gördük hər birinizi. Mən Sahibə Hüseynova, Nur Akademi Tədris Mərkəzinin Azərbaycan dili və ədəbiyyat müəllimi. Sizlər üçün bu videoda 11 illik test toplusundan İnam mətninin suallarını izah edəcəm. Başlayaq. Əvvəlcə mətni oxuyaq, daha sonra isə suallara baxaq. İnam mətni. Biz şəhərimizin gözü olan Füzuli küçəsində yaşayırdıq. Hər dəfə səki ilə gedəndə cərgələrlə əkilmiş çinarlara baxdıqca ürəyim açılırdı. Yay günlərində istilər düşəndə bizim küçənin sakinləri bunu hiss eləməzdilər. Sanki həyətin ortasındakı xan çınar istiliyi odur, yarpaqları ilə evimizin divarlarını yelpikləyib sərinlədirdi. Söz gəzirdi ki, küçəmizdəki çinarları kəsib yerində söyüd ağacları əkəcəklər. Amma bunu ciddi qəbul edə bilmirdim. Axı xan çinara toxunmağa kimin ələ gələ bilər? Saçları xeyli ağarmış, gözləri çuxura düşmüş anam bu xəbəri eşidərkən qəhərləndi, yəni kədərləndi. Atamın müharibəyə getmək xəbəri çıxanda da o beləcə quruyub qalmışdı. Axı onun ən əziz xatirələri yalnız evimizdə, küçəmizlə yox, eləcə də Xan Çinarla bağlı idi. Məsələni aydınlaşdırmaq üçün Yaşıllaşdırma İdarəsinə yollandım. Sədr Asəf Kərimova yaxınlaşıb sual verdi. Onun nurani çöhrəsində bir səmimiyyət, gözlərində mehriban ata nəvazişi vardı. Mən Çinar əhvalatını soruşdum. O asta-asta dedi. Doğrudur, elə fikrimiz var. Axı nə üçün? Mən hirsimi boğa bilmədim. Qızım, çinarlar yavaş-yavaş quruyur. Yaxşı olmazmı ki, şəhərimizin yaraşığı pozulmasın? Çinarlarımızın quruduğunu sizə kim deyib? Şəhərimizin rəmzini məhv eləyirsiniz. Mən də bu şəhərdə doğulmuşam. Buranın hər daşı, kərpici mənə də əziz deyil ki. Belə olsaydı çinarlara qayğıkeşliklə yanaşardınız. Əgər onları kəstirmək istəsəniz, bütün Füzuli küçəsi ayağa qalxacaq. Əsəbləşmə qızım. Unutma ki, söyüd ağacı həm tez böyüyür, həm də daha çox sərinlik gətirir. Bəli, tezdə quruyur. Bir neçə gündən sonra fəhlilər küçəmizdə göründülər. Çinarlardan birini kəsib, yerində söyüd əkdilər. Küçənin bir tərəfi sanki xarabaya döndü. Ürəyimizdən qara qanlar yaxırdı. Bizim xan çinarımız budaqlarını doğramağa başlayanda isə uşaq kimi ağladım. Aylar keçdi. Söyüd ağaclarından bir neçəsi göyərdi, amma çox keçməmiş hamısı quruyub sıradan çıxdı. Günlərin birində küçədə Asəf Kərimova rast gəldim. Məni tanıdı və üzünü çevirmək istədi. Amma mən onun qarşısında dayandım. Bilirəm, mənimlə dava eləməyə hazırsan, dedi. Qəmgin baxdığını görəndə yumuşaldım. Asəf dayı, bəzən insan istəsə də xeyirli iş görməyə bilmir, dedim. Söhbətimiz uzun çəkdi. O, hələ də fikrindən dönməmişdi. Sabah əmin Fazil təzə xəbərlə bizə gəldi. Zərifə, dünən Yaşıllaşdırma İdarəsində qızğın mübahisə oldu. Axırda təklifimi yekdilliklə qəbul elədilər. Qızım, bu il küçənizdə yenidən çinarlar əkəcəklər. Doğrudan da əkdilər. İşə gedəndə, axşam evə qaydanda cavan çinarlara gözümü zilləyib baxır, ilk yarpaqlarının açılmağını səbirsizliklə gözləyirdim. İnanırdım ki, yeni çinarlar böyüyüb, əvvəlkindən də gözəl olacaq. Mətn bitdi. İndi isə gəlin mətnlə bağlı suallara baxaq. Qeyd edim ki, mətn bədii üslubdadır, çünki orada məcazi mənalı ifadələr, eyni zamanda obrazlılıq çoxdur. Baxaq 11-ci suala. Mətnə aid hökmlərdən biri doğrudur. Asəf Kərimovun eqoizmi bir küçənin yaşıllığının məhv olmasına səbəb oldu. Eqoizm, yəni özünü düşünən mənasındadır, eqoist. Amma Asəf Kərimov əslində eqoist bir hərəkət eləmirdi. Sadəcə o ilə fikirləşirdi ki, söyüd əkməklə küçəni daha da yaşıllaşdıracaqdı. Əslində yaxşılıq etmək istəyirdi. Yəni qəsdən çinarları qurutmaq, eyni zamanda şəhərin gözəlliyini məhv etmək deyildi. Onun məqsədi küçəni gözəlləşdirmək idi. Sadəcə çinarları kəsməklə səhv bir iş görür. Bu fikir, yəni mətn haqqında doğru hökm deyil. Zərifə ağacların kəsilməsinə ağlamaqdan başqa heç bir münasibət göstərə bilmədi. Xeyr, o Asəf Kərimovun yanına gedir, öz etirazını bildirir. Asəf Kərimov rayon cəmaəti qarşısında borcunu yerinə yetirirdi. Asəf Kərimov istəyirdi ki, şəhəri gözəlləşdirsin, söyüd ağacları ilə yaşıllaşdırsın, amma rayon cəmaəti qarşısında borcunu yerinə yetirmirdi. İnsanlar idarəetmə orqanlarının işinə təsir göstərə bilmirdilər. Bu səhvdir, çünki təsir göstərə bilirlər. Hətta burada, yəni qızın dayısı idi ya da əmisi idi. Bir dəqiqə təkrar bura baxım. Sabahsı əmim Fazil, əmisi təzə xəbərlə gedir, Yaşıllaşdırma İdarəsində qızğın mübahisə olur və insanlar yekdilliklə deyir, axırda təklifimi qəbul elədilər, küçəmizdə yenidən çinarlar əkəcəklər. Yəni buradan da gördüyümüz kimi insanlar idarəetmə orqanlarının işinə təsir göstərə bilmirlər, yox, təsir göstərə bilirlər. Ona görə bu fikir səhvdir.
Asif Kərimov söyüd ağaclarının çinar ağaclarından daha faydalı olduğunu düşünürdü. Bəli, elə fikirləşirdi ki, söyüd ağacları çinar ağaclarından daha faydalıdır. Daha da hər yer yaşıl görünəcək. Yəni söyüd ağacları tez böyüyür, eyni zamanda hər yerə sərinliyini saçacaqdır. Ona görə doğru cavab olur E variantı. Sual 12. Mətnin əsas və nəticə hissələri arasında işlənə biləcək keçid cümləni müəyyən edin. Giriş birinci, nəticə sonuncu, əsas hissə isə son və birinci abzas arasında olan hissədir. İndi bizə deyir ki, əsas hissə ilə nəticə arasında yazıla biləcək hissə. Yəni, qızım, bu il küçəmizdə yenidən çinarlar əkəcəklərlə doğrudan da əkdilər cümləsi arasına baxaq görək, nəyi yazmaq olar. Yan-yana düzülmüş çinarlar insanın ruhunu dincəldirdi. Sonuncu cümləni oxuyaq. Qızım, bu il küçənizdə yenidən çinarlar əkəcəklər. Daha sonra isə yan-yana düzülmüş çinarlar insanın ruhunu dincəldirdi. Xeyr, bu fikir, yəni nəticə ilə əsas arasında keçid ola bilməz. Yayılan xəbər hamını sarsıtdı. Xəbər hamını sarsıtmaz. Çünki küçədə yeni çinar ağacları əkilmək əksinə insanları sevindirər. Bunu da yaza bilmərik. Fazil əminin sözləri özünü çox gözlətmədi. Doğrudan da əkdilər. Bəli, bu doğru fikirdir. Biz həmin cümləni ora yaza bilərik. Ona görə cavab C-dir. Xəbərin gerçəkləşəcəyini narahatlıqla gözləməyə başladıq. Narahatlıqla yox, sevinclə. Çünki Fazil əmi əkiləcəyini demişdi ağacların. Küçəmizdə bələd olan hər kəs Fazil əmi kimi düşünürdü. Bu cümlə də mətndə, yəni məntiqi cəhətdən nəticə ilə əsas arasında keçid cümlə ola bilməz. Çünki gəlin baxaq, küçəmizdə bələd olan hər kəs Fazil əmi kimi düşünürdü. Qızım, bu il küçəmizdə yenidən çinarlar əkəcəklər. Küçəmizdə olan hər kəs Fazil əmi kimi düşünürdü. Doğrudan da əkdilər. Görürsünüz, həmin cümləni əsasla nəticə arasında bir məntiqi bağlılığı olmadığı üçün onu da yaza bilmərik. Bu tip suallar işləyəndə hər bir variantdakı cümləni aparın həmin yerə, hissəyə yazın. Yazın deyəndə, yəni oxuyun görün hansı daha uyğunsa, cavab da o çıxmış olur. Baxaq 13-cü suala. Mətndə altından xətt çəkilmiş ifadənin kontekst uyğun şərhini və ona uyğun nümunəni müəyyən edin. Altından xətt çəkilmiş söz bir dəqiqə pozulmasın. Yaxşı olmazmı ki, şəhərimizin yaraşığı pozulmasın? Baxaq cavablara. A variantında səliqədən düşmək. Bəli, şəhərimizin yaraşığı pozulmasın. Şəhərimizin yaraşığı səliqədən düşməsin. Bu mənada elə istifadə olunubdur. Sinif otaqlarımızın nizamı pozulmasın. Yəni səliqəsiz olmasın. Bu mənanı ifadə edir. Elə doğru cavab A variantıdır. Məyus olmaq mənasında deyil. Orada pozulmasın, yəni səliqəsiz olmasın mənasındaydı. Üstündən xətt çəkilmək yox, icazə verilməyən bir işi görmək yox, qarışmaq mənasında ifadə etmir. Doğru cavab olur A variantı. Sual 14. Cədvələ əsasən mətnin məzmununa aid doğru fikri müəyyən edin. Doğrudan doğrunu, yanlışdan yanlışı, ehtimaldan da ehtimalı götürmək lazımdır. Birə baxaq. Yaşıllaşdırma idarəsində söyüd rəmz kimi qəbul olundu. Bu fikir yanlışdır. Mətndə belə bir fikir yoxdur. Mətnin sonunda nikbinlik gələcəyi ilə ifadə olunubdur. Bu doğru fikirdir. Gördüyümüz kimi mətnin son hissəsində yazılır ki, İlk yarpaqların açılmağını səbirsizliklə gözləyirdim. İnanırdım ki, yeni çinarlar böyüyüb əvvəlkindən də gözəl olacaq. Burada gələcəyə inam, nikbin və çinarların daha da böyüyəcəyinə inam var. Bu fikir doğru fikirdir. Söyüdlərin əkilməsi gözlənilən nəticəni vermədi. Bəli, söyüdlərin əkilməsi gözlənilən nəticəni vermədi. Yəni, Asif Kərimov fikirləşirdi ki, şəhər daha da yaşıllıq olacaq, hər yer tərəf sərinlik olacaqdır. Söyüdlər isə qurudu. Gözlənilən nəticəni vermədi. Bu fikir doğru fikirdir. Sadəcə yanlış olmadığı üçün, doğru olduğu üçün 3-ü götürə bilmərik. Asif Kərimovun peşmançılıq keçirdiyini görən Zərifə heç nəyi üzə vurmadı. Bu da yanlış fikirdir. Çünki Zərifə sadəcə onun hərəkətini görüb, yəni onun simasını görüb yumuşaldı, amma yenə də öz sözünü dedi. Heç nəyi üzə vurmadı yox, öz sözünü deyir. Bu səhv fikirdir. Yanlışdan yanlış 4 olduğu üçün 4'ü, doğrudan doğru 2 olduğu üçün 2'ni götürəcəyik. 2, 4. Ehtimala baxaq. Bütün sakinlərin Xan Çinarla bağlı xatirələri var. Bu mətn əsasında ehtimaldır. Çünki burada mətndə nə yanlış fikir deyil, nə də doğru fikir deyil. Nə onun haqqında tam məlumat yoxdur. Sadəcə ehtimal var ki, bütün sakinlərin Xan Çinarla bağlı xatirələri var idi. Bu da ehtimal olduğu üçün cavabın biri 5'dir. Həm Zərifə, həm də anası çinarların kəsilməsi xəbərindən məyus oldular. Bu isə mətn haqqında doğru fikirdir. Ehtimal, yanlış və ya səhv fikir deyil. Yəni, nə yanlış deyil, nə doğru deyil. Bu ehtimal, nə də
daha doğrusu ehtimal deyil, doğru fikirdir. Ehtimalda da doğrunu götürməyəcəyik, yanlışda doğrunu götürməyəcəyik, doğruda yanlışı götürmürük. Cavab olur 2, 4, 5. 5 ehtimal, 4 yanlış, 2 isə doğru fikir idi. 2, 4, 5 olur D variantı. Sual 15-ə baxırıq. Mətndə qarşısında rəqəm qoyulmuş cümlələrdən hansı mətnin ümumi məzmununa uyğun deyil? Bir-bir cümlələrə diqqət edək. Birinci cümlə. Saçları xeyli ağarmış, gözləri çuxura düşmüş anam bu xəbəri eşidərkən qəhərləndi. Anasının hansı hissləri keçirdiyindən danışılır. İkinci cümlədə mən də bu şəhərdə doğulmuşam. Üçüncü cümlə. Bir neçə gündən sonra fəhlilər küçəmizdə göründülər. 4. Küçənin bir tərəfi sanki xarabaya döndü. 5-ci. O hələ də öz fikrindən dönməmişdi. Bu yanlışdır, çünki artıq Asif Kərimov fikrindən dönür. Ki, artıq əmisi də yeni bir xəbərlə gəlir ki, küçəmizə yeni çınar ağacları əkiləcək. Hələ də fikrindən dönməmişdi, yox, fikrindən dönmüşdü. Yəni öz elədiyi səhv işi başa düşmüşdü. Ona görə 5-ci fikir mətnin məzmununa uyğun deyil, yəni yanlış fikirdir. Cavab olur A variantı. Daha sonra açıq suallara baxaq. Obrazlardan birinin nitqindəki bir cümlənin mətn üçün əsas fikri hesab etmək olar. Həmin cümləni müəyyən edib yazın və fikrinizi əsaslandırın. Burada Zərifənin belə bir nitqi var ki, Zərifə deyir ki, deməli, insan bəzən istəsə də, xeyirli iş görmək istəsə də edə bilmir. Bir dəqiqə, o cümlə haradaydı? Tapaq. Burada. Zərifə deyir ki, Asif dayı, bəzən insan istəsə də xeyirli iş görə bilmir. Bu, mətn əsasında olan məhz əsas ideyanı, əsas fikri əks etdirən bu idi. Yəni, Asif Kərimov da əslində yaxşılıq eləmək istəyirdi, yaxşı iş görmək istəyirdi. İstək yaxşı iş görməkdir, amma yaxşı iş görmək istəsə də xeyirli bir iş görə bilmir. Əksinə, çinarları kəsməklə çinarlara zərər vurur və söyüd ağacları quruyur, heç də faydalı olmurlar. Yəni, istədiyi nəticəni əldə edə bilmir. Həmin fikri, həmin cümləni yazıb əsaslandıracaqsınız. 17-ci sual. İnsan özünə fikirlərindən həqiqiliyinə əmin olduqca cəsarətli olur. Fikrinə mətnə aid olduğu epizodu ifadə edərək yazın. Burada Zərifə obrazı öz fikirlərinin həqiqiliyinə, yəni doğru olduğuna əmin olur və ona görə də Asif Kərimovla cəsarətlə mübahisə edir ki, bəs mən sizə axı deyirdim ki, hətta sonda da söyüd ağacları quruyanda, ondan üz-üzə gələndə də öz fikrini bildirir ki, bəs gördünüzmü? Hətta deyir ki, insan istəsə də xeyirli iş görmək istəsə də bəzən görə bilmir. Hətta əvvəldə də Asif Kərimovun yanına gedir və söyüdlərin kəsilməsinə öz narazılığını bildirir. Yəni, burada Zərifə öz fikirlərində haqlı olduğunu bildiyi üçün öz cəsarətini toplayır və öz fikrini ona açıq-aşkar deyir. 18. Mətndəki obrazların təsvirini əks etdirən cümlələri seçib yazın. Təsvir dedikdə söhbət xarici görünüşdən gedir. Burada anası ilə bağlı, xarici görünüşü ilə bağlı cümlə var idi ki, saçları xeyli ağarmış, gözləri çuxura düşmüş, anam bu xəbəri eşidəndə qəhərləndi. Anasının xarici görkəmi, görünüşü öz əksini tapıb. Bir də Asif Kərimov da haqqında var idi, nurani olduğu haqqında, nurani çöhrəsi. Bir dəqiqə, həmin cümləni tapaq. Onun nurani çöhrəsi. Hansı hissədəydi? Bir dəqiqə. Burada. Onun nurani çöhrəsindən bir səmimiyyət, gözlərindən mehriban ata nəvazişi vardı. Bu da onun təsviri, yəni xarici görünüşünü əks etdirən cümlələrdir. Daha sonra sual 19-a baxırıq. Əsas mətnin çərçivə daxilində verilmiş mətnin sübut xüsusiyyətlərini nəzərə alaraq cədvəli tamamlayın. Əsas mətn bədii, verilmiş buradakı mətn isə elmi üsuldadır, çünki termin sıxlığı var. Çınar kimlər fəsiləsi, Platanus və s. Deməli, birinci mətn, yəni əsas mətn bədiidə, digərsi elmi üslubdadır. Bədii mətn haqqında üslubu xüsusiyyətlərdən yazacağıq, daha sonra isə onu nümunə ilə əsaslandıracağıq. Baxaq, bədii mətndə görək nə var. Məsələn, burada məcazilik, obrazlıq yaza bilərik. Məcaziliyin hər dəfə səkki ilə gedəndə cərgələrlə əkilmiş çınarlara baxdıqca ürəyim açılırdı. Ürəyim açılırdı. Burada məcazilik yazıb həmin nümunəni yazmaq olar. Daha sonra burada digər məcazilik baxaq nə var. Xançınar, baxaq görək təşbih varmı? Ciddi qəbul edə bilmirdilər. Saçları, gözləri çuxura düşmüş, onun ən az xatirələri,
söhbətli günlərin birində söyüd ağaclarından bir neçəsi qara qanlar. Aha, bu cümlədə yazmaq olar. Ürəyimizdən qara qanlar axırdı. Mübaliğədir. Həqiqətən ürəyindən qara qan axa bilməz. Mübaliğədən istifadə edilmişdi. Ürəyimizdən qara qanlar axırdı. Yaza bilərik. Digər mətnə baxaq. Yəni əlavə mətnə. Əlavə çərçivədə verilmiş mətn isə elmi üslubdadır. Burada termin sıxlığı yazıb. Məsələn, Çınar kimilər sözünü yazmaq olar ki, burada termin var. Eyni zamanda elmi üslub haqqında fikir konkret yaza bilərik. Çünki elmi üslubda konkretlik, dəqiqlik, termin sıxlığı, modal sözlərdən, mürəkkəb cümlələrdən istifadə əsas götürülür. Burada termin sıxlığı da yaza bilərik. Fikirlərin konkret, dəqiq olduğunu yazıb cümlənin birində yazmaq olar. Ki, yəni nümunə olaraq məsələn bunu köçürə bilərsiniz. Yüngül, möhkəm, gözəl cizgi oduncağından faner parketdə hazırlanır. Bu da termin sıxlığı kimi götürülmüş ola bilər. 20-ci sual. Qarşısında işarə qoyulmuş cümləni məcazi mənalı söz və ifadələrlə zənginləşdirib yazın. Baxaq, qarşısında işarə qoyulmuş cümlə. Yay günlərində istilər düşəndə bizim küçənin sakinləri bunu hiss eləməzdilər. Qızmar yay günlərində, göydən od tökülən günlərdə bizim küçənin sakinləri bunu hiss eləməzdilər. Yaza bilərik. Orada qızmar yay günlərində, göydən od tökülən günlərdə, yəni məcazi mənaları ifadə edə bilər, yəni məcazi mənalı sözlər əlavə etməklə yaza bilərik. Bunu hiss etməzdilər kimi tamamlaya bilərik ki, bu olacaq 20-ci sualın cavabı. Belə əziz abituriyentlər, İnam mətninin suallarına bağlı isə bu qədər.